Əvvəla Ramiz Mehdiyevlə bağlı məsələ hələ ilkin mərhələsindədir. Yəni onu yekunlaşdırmaq çox tezdir. Hələ bilmirik ki, daha nələr çıxacaq ortalığa. O cümlədən hazırda vəzifədə olan insanlarla bağlı da hansısa bir məlumatlar olacaqmı? Yoxsa bu məlumatlar, bu ittiham yalnız bu keçmiş məmurları qorxutma, onların əmlakına belə deyək, əl qoymaqdan ötürü istifadə olunacaq. Bunu hələ biz yaxın həftələrdə, bəlkə də aylarda görəcəyik. Amma çox maraqlı bir mövzuya toxunursan ki, bu ölkədəki klan sisteminə bu necə təsir göstərəcək? Bəli, mən də bu demək versiyalardan xəbərdaram. Belə fikirlər dolaşır ki, Ramiz Mehdiyev və ətrafındakı qruplaşmanın tam təcrid edilməsi və siyasətdən kəsilməsi, onların tam əmlakdan və nüfuzdan məhrum edilməsi ilə Naxçıvan klanına böyük bir zərbə dəymiş olacaq, o klan ləğv ediləcək. Mən əvvəlcə demək istəyirəm ki, ümumiyyətlə klançılıq müasir insan düşüncəsinə yaraşan hərəkət deyil. Nə deməkdir klan? Klan, yəni tayfaçılıq. Tayfaçılıq orta əsrlərə məxsus idarə etmədir. 20-21-ci əsrin mədəni insanına yaraşmır. Bəs o klan, tayfa sistemini Azərbaycana kim gətirib? İndiki hakimiyyət gətirib. İndiki hakimiyyət bərqərar edib. Bax, Azərbaycandakı bu tayfaçılıq, regionçuluq, klançılıq idarə etmə sistemini məhz Əliyevlər hakimiyyəti bərqərar edib. İndi onun ləğvindən danışırlar. Amma ləğvindən mi danışırlar, yoxsa bir klanın ləğv edilib başqa bir klanın yüksəlişindən mi danışırlar? Deməli, əgər gec də olsa, klançılıqdan imtina olunursa, bütün klanlardan imtina olunmalıdır. Yoxsa ki, bir klanı yıxıb başqa bir klanı onun yerinə qoymaq, bir klanın əlindən resursları başqa bir klanın əlində toplamaq, bu yenə də olacaq Azərbaycanın orta əsrlərə qayıtması. Ona görə də mən nə deyərdim? Mən deyirəm ki, əziz həmvətənlər, baxın, bu hakimiyyətin, tək adam hakimiyyətinin, ailə hakimiyyətinin Azərbaycan xalqı üçün gətirdiyi utanc verən idarə etmə prinsiplərindən biri də tayfavazlıqdır, regionçuluqdur. Ondan qurtarmağın yolu demokratikləşmədir. Ölkədə insanlar səs verməklə hansısa vəzifələrə seçilməlidirlər və insanlar birləşməlidirlər ideoloji əsasda, dünya görüşü əsasda. Aydındırmı? İnsanlar mağara təfəkkürü ilə kim kimin kəndindəndir, kim kimin rayonundandır prinsipi ilə yox, kim hansı dünya görüşünü paylaşır prinsipi ilə təşkilatlanmalıdırlar. Siyasi partiyalara bax bundan ötürüdür. Məsələn, mən tam məsuliyyətlə bunu ifadə edirəm. Hər kim istəsə baxa da bilər, araşdıra da bilər. Azərbaycan Xalq Cəbhəsi partiyası cəmiyyətin əhəmiyyətli bir hissəsi üçün, bizim partiyamız üçün bu regionçuluq söhbətini bitirib. Yeri gəlmişkən, təkcə regionçuluğu yox, milli mənsubiyyətlə bağlı da bütün söhbətləri bitirib. Deməli, baxırsan Xalq Cəbhəsinin strukturlarına, bütün bölgələr bir gül buketi kimi hamısı təmsil olunur. Kimsə onu yığmayıb belə bir yerə. Təbii şəkildə insanlara bərabər imkan yaradanda, onların birinin başından basıb, birinin qolundan tutub qaldırmayanda məlum olur ki, Azərbaycanın bütün bölgələrindən ləyaqətli insanlar var, qabiliyyətli insanlar var. Amma bütün bölgələrində də korrupsionerlər var, üzə duranlar var, zalimlar var. Ona görə də demokratiya olmalıdır, çox partiyalı sistem yaranmalıdır ki, bu klan, tayfa, region mübarizəsindən imtina olunsun. Bu başlanmış cinayət işi Ramiz Mehdiyevin ev dustaqlığı və onun ətrafında olan adamların, keçmişdə yaxın olduğu məmurların ifşası ilə gedən kampaniya, hələ dediyim kimi sona çatmaqdan çox uzaqdır. Amma indidən bunun bir sınav nəticələri bəllidir. Hökumət bundan qazanırmı, itirirmi? Əlbəttə qazandıqları da var. Qazandıqları nədir? İlk növbədə təbii ki, maddi olacaq. Çünki yəqin ki, o elan olunan siyahların hamısı, deməli, elan olunmuş şəxslərin əlindən alınacaq. Hələ ola bilsin ki, başqa siyahlar da çıxacaq. İndi hələlik elan olunan, mənə rast gələn Ramiz Mehdiyevlə Əli Həsənovla mülkiyyət siyahları olub. Amma ola bilsin ki, başqalarının da çıxacaq. Çünki bu elə ölkədir ki, bu ölkədə korrupsiyadan kənar adamlar tapmaq, hakimiyyətin olimpində tapmaq belə adamları çox çətindir ümumiyyətlə. Hansını qaldırsan, böyük bir korrupsiya piramidası çıxacaq altından. Ona görə də deməli, birinci məsələ bu olacaq əlbəttə ki, xeyli maddi baxımdan demək, əks qruplaşmalarını əlindən alıb öz mövqələrini gücləndirəcəklər. Başqa qazancı da olacaq hakimiyyətin.
bütün o köhnə məmur təbəqəsini, keçmişdə nə zamansa Ramiz Mehdiyevlə əlaqəsi olmuş insanları qorxu altında saxlayacaqlar. O cümlədən Rusiya ilə də bağlı müəyyən əlaqələri olan insanları da qorxu altında saxlayacaqlar və hökumət düşünür ki, bu əməlli başlı olaraq fayda verir də. Həm xeyli adamın indiyə qədər əmlakını özündə saxlamış insanın, deməli onların o korrupsiya yolu ilə əldə elədiyi, təbii ki, alın tərləri ilə, zəhmətləri ilə qazanmayıblar o nəhəng sərvətləri. Deməli, həmin o korrupsiya yolu ilə qazanılmış, əldə olunmuş, oğurlanmış sərvətlər əllərindən alınacaq. Üstəlik də böyük bir təbəqə, əlində səlahiyyət, imkan olan təbəqə qorxu altında saxlayacaq. Hökumət düşünür ki, bu əməliyyatda qazancı bu olacaq. Və belədir, qazancı olacaq bunun. Amma eyni zamanda belə əməliyyatlar, tək bu əməliyyat yox, bu tipli əməliyyatlar hökumətin özünün fundamentini, bünövrəsini də sarsıdır. Necə sarsıdır? Baxın, birinci məsələ budur ki, bütün bu əməliyyatların hamısı, indiyə qədər olanlar, o sonuncu akordda daxil olmaqla Azərbaycan xalqına bir həqiqəti təlqin edir. Deməli, vaxtilə Heydər Əliyevin və sonra da İlham Əliyevin işlədiyi adamların mütləq əksəriyyəti korrupsioner və ya xəyanətkar olur. Mütləq əksəriyyəti. Əgər orada məsələn 100 adam yazsaz, o siyahının başında ən üst səviyyədə, onun heç olmasa bu hökumətin özünün qərarı ilə, mən ictimai rəylə demirəm, bu hökumətin özünün qərarı, bəyanları, media açıqlamaları ilə o ilk yüzlükdəki əsas kadrlarının heç olmasa 85-90'ı artıq ya korrupsiyada, ya konkret cinayətdə, ya xəyanətdə ittiham olunur. Bəs nə oldu? 100 adamdan, komandada olan o top 100 adamdan 80-90 arası artıq xəyanətdə, cinayətdə, korrupsiyada ittiham olunubsa, deməli ki, bu komanda artıq iflas edib də. Bu komanda artıq iflas edib. Bax, birinci ortaya çıxan nəticə bundan ibarət. Yəni, Azərbaycan xalqı haqlıdır öz qənaətində. Onsuz Azərbaycan xalqı bu hakimiyyətin korrupsioner olduğunu bilirdi və korrupsioner hakimiyyət kimi baxırdı. Amma indi fakt olur ki, bu hakimiyyətdə fikir verir. Hökumətin ən yüksək deməli, vəzifələrində çalışan insanlar, Prezidentin icra aparatının rəhbəri, 24 il bu işə rəhbəri eləmiş adam, ən ağır cinayətlərdə ittiham olunur. Baş nazir, keçmiş baş nazir ağır ittihamlara məruz qalır. Ölkənin keçmiş baş prokuroru həbsdə, ölkənin keçmiş milli təhlükəsizlik naziri ilə bağlı araşdırmalar gedir. Bütün dünyaya, tək Azərbaycan yox, bütün dünya, deməli, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı, onun övladlarının korrupsiyası ilə bağlı araşdırmalar aparır. Və saymaqla qurtarmaz ki, nazirlər, oliqarxlar, bu hökumətin adamları, MTN işini xatırlayın, rabitə işini xatırlayın. Biraz bundan qabaq ki, ötən illərdə baş verdi. Müdafiə Nazirliyində 140 milyondan artıq bir yeyinti var idi. Generalların arasında deməli atqatların faizləri vardı, hamısı məhkəmədə. Onları xatırlayın. Naxçıvandakı 5 məmurun birlikdə 4 ya 5 məmurun yarım milyard mənimsəməsini xatırlayın. Vasif Talıbovla bağlı bir il bundan qabaqçı kampaniyanı xatırlayın. Deməli Azərbaycan xalqı görür ki, bəli, bu hökumətin vaxtında irəli çəkilmiş, yüksək vəzifə tutmuş adamların mütləq əksəriyyəti korrupsioner, cinayətkar, xəyanətkar və s. Deməli, bu fikir bir mənalı şəkildə möhkəmlənir və Azərbaycan hakimiyyəti bunu təksib edə bilmir. Yeri gəlmiş, o günlərdə bir material çıxdı qabağıma hökumət mətbuatında. Deməli, özləri də başa düşüblər ki, bu fikir çox möhkəmlənib. Artıq Azərbaycan xalqı deyir ki, nə oldu? Sizin aranızda heç təmiz adam yoxdur ki. Heç bu hökumətdən bir düz əməlli ayrılıb gedən olmadı ki. Kim nə qədər oğurlayır, oğurlasın, bir gün əl qoyulur. Kim nə qədər xidmət göstərir, göstərsin, bir gün xəyanətkar elan olunur. Ona görə də götürüb hansısa bir 3-4 nəfərlik siyahı çap eləmişdilər ki, baxın ha, bax, heç xəyanət eləmədən gedənlər də olub. Mənim yadımda orada Artur Rəssadə qalmışdı. Amma indi bu Artur Rəssadəni, yaşlı adamda, haqqında heç nə danışmaq istəmirəm. Mən ümumiyyətlə məmurlarla bağlı zərurət olmadıqca heç nə danışmıram. Çünki məmurlar hamısı gəlib gedir, heç nə dəyişmir ki. Baxın, ölkədə neçə baş nazir dəyişib, neçə spiker dəyişib, neçə prezident aparatının rəhbəri dəyişib, neçə daxili işlər naziri, neçə milli təhlükəsizlik naziri, neçə prokuror dəyişib. Ölkədə vəziyyət dəyişib. Azərbaycan daha demokratik olub? Yox. Çünki ölkədəki rejimin təbiətini birinci şəxs İlham Əliyev müəyyənləşdirir. İlham Əliyev dəyişməyənə qədər heç nə dəyişməyəcək. Ona görə də mən ayrı-ayrı məmurlarla bağlı çox da meyilli deyiləm danışmağa. Amma bunu o kontekstdə deyirəm ki, Artur Rəssadə ilə bağlı.
İndi bunu nümunə göstərirlər. Amma bu həmin Artur Rəsul də 20 yanvarda deməli Sovet mərkəzinə telegram vurub Azərbaycana ordu tələb edən adamdır da. Deməli bu qədər araşdırıblar. Nümunəvi adam tapdıqları kimdir? 20 yanvarda Sovet ordusunu Azərbaycana dəvət edənlərdən biri. Deməli, baxın bu qədər bu komanda mənəvi iflasa düçar olub. İkinci bir belə deyək, iflas, özünü ifşa ondan ibarətdir ki, indi biz danışırıq, onlar da işləyirlər. Özləri vəzifədə olan adamlar, hamısı ayaq adamlardır. Onların böyük təhsil olmaya bilər. Amma o hansı yollasa topladıqları pullar gözlərini açır, ayaq adam olurlar. Onlar görürlər ki, nə qədər xidmət göstərsən də bu rejimə, nə qədər oğurlasan da, bugün sənin olanlar sabah sənin olmayacaq. Onlar hamısı qorxu içindədirlər. Baxın, onlar hamısı qorxu içində yaşayırlar. Bax, ən zəngin insanlar, ən səlahiyyətli insanlar, onların heç birinin bugündən sabaha əminliyi yoxdur. Və bu fikir ümumilli bir konsensusa bir gün çevriləcək. Hətta nəinki sıravi insanlar, nəinki bu rejimdən zərər görən insanlar və müxalifətçilər, hətta hakimiyyətin rəhbər komandasında da günün birində bu fikir yaranacaq ki, bizə lazımdırmı bu orta əsr təfəkkürlü idarə etmə? Baxın, biraz qazanırıq, sonra onu deməli, əlimizdən alırlar, ondan sonra başımıza oyun açırlar, bizim olunan bizim olmur, adam içinə də çıxa bilmirik, hörmətdən də düşürük, xalq arasına da çıxa bilmirik. Lazımdırmı bu? Kim özünə arxayındırsa, onlar hesab edirlərsə ki, azad cəmiyyətdə də ac qalmayacaqlar. Ləyaqətli həyatı seçmək lazımdır. Və mən inanıram ki, hər belə hadisə, söhbət bu hadisədən getmir, yenə də olacaq, bundan əvvəl də olub. Mən elə bu müsahibədə neçə işi xatırladım. O cümlədən də Ramiz Mehdiyevin həbsi və ətrafının ifşası ilə bağlı məsələ həmin bu həqiqətin altını cızır. Bu avtoritar rejim təkcə Azərbaycan xalqının sərvətlərini, gələcəyini məhv eləmir. Elə özü özündə, öz balalarını da yiyir. Bu rejimi quranlar da rejimin qurbanı olur. Ona görə də bu rejimdə yüksək vəzifə tutan adamlar rejimi qorumaq üçün özlərini öldürməsinlər. Rejimin həyatı, belə deyək, uzun olacaqsa sizi də basıb yiyəcək. Bax, bugün bu saat indi o özünü çox belə əmin arxayın hiss edənlər ki var, onlar unutmasınlar. Vaxt olub ki, bu ölkədə həddindən artıq özünü əmin arxayın hesab edən nə qədər zəngin və vəzifəli şəxslər olub ki, onların taleyi çox pis qurtarıb. Mən dedim axı, ümumiyyətlə, yaxşı qurtaran taleyini barmaqla saysaz, bir əlin barmağı ilə bitəcək bu nümunələr. Ona görə də başa düşün bunu. Mən bunu artıq bu hakimiyyətin sayəsində yüksək vəzifələrdə oturan insanlara deyirəm. Başa düşün. Siz özünüzü də bədbəxt edirsiniz. Övladlarınızı da bədbəxt edirsiniz. Bax, belə bir anti-xalq rejimə xidmət eləməklə, bu repressiya maşınına siz yanacaq tökməklə özünüz üçün də çox ağır bir talih hazırlamış olursunuz. Çünki burada bu rejim ancaq belə işləyir. Özünün də idarəçilərini, balalarını yeməklə inkişaf edir, güclənir. Ona görə də deməli bu dəyişiklik, demokratiya keçidlə bağlı konsensusa siz də qatılmalısınız. Azərbaycanın bütün yüksək vəzifəli şəxslər də qatılmalıdır bu konsensusa. Bizim ölkəmizdə bir ümumilli konsensus olmalıdır artıq ki, vaxtdır. Nəyə görə Cənubi Qafqaz bir daha parçalansın? Əgər bizim qonşularımız Avropa yolu seçirlərsə, demokratiya, çox partiyalı sistem yolu seçirlərsə, Azərbaycan da bu prosesdən kənarda qalmamalıdır. Və bu proses, demokratiyaya qovuşmaq prosesi təkcə sadə insanlara xidmət eləməyəcək. Həm də bu hökumətin növbəti qurbanlarını bəlkə demokratiyaya keçid xilas edə bilər.